Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə biz erkən orta əsr türk dövlətlərinin 3-cü hissəsi ilə davam edirik. Bugün danışacağıq Xəzərlər, Oğuz xaqanlığı, Qaraxanlı və Qəznəli müsəlman türk dövlətləri haqqında. Elə isə başlayaq vaxt itirmədən. Xəzərlər 198-ci il. 198-ci ildə Xəzərlər və Barsil tayfaları ilk dəfə olaraq Qafqaza enirlər və Qafqazdan Kürd çayını keçərək müxtəlif ərazilərə səpələnirlər. Və o dövrdə Barsillərin böyük bir qismi Qarpapaqlar adları ilə tanınırlar və bunlar nə edirlər? Qərbdə Ərdoğan, şərqdə Gəncə, şimalda Tiflis, cənubda isə belə deyək ki, İrəvan şəhəri olmaqla böyük bir ərazidə məskunlaşırlar. Və bu ərazi Barsillərin adı ilə gələcəkdə Borçalı adlanır. Hal-hazırda Gürcüstanda yerləşən bizim Borçalı şəhərimiz ki var. Həmin o şəhər məhz Barsil tayfalarının 198, daha sonra isə eramızın 2-3-cü yüzilliklərində Qafqaza gəlib yerləşmələrindən sonra yaranmış bir şəhərdir. Davam edək. Xəzərlər kimlərdir? Bildiyimiz kimi 7-ci əsrin 50-ci illərində Göytürklərin ikinci qolu süquta uğrayır. Çinlilər tərəfindən Qərbi Göytürk xaqanlığına son qoyulur və o dövrdə Qərbi Göytürklərdən belə deyək, tabeçiliyində yaşamış tayfalardan biri Xəzərlər idi və Xəzərlər bu dövrdə, yəni 7-ci yüzilliyin 50-ci illərində, hardasa 7-ci yüzilliyin ortalarında yeni bir dövlət, Xəzər xaqanlığını yaradırlar və ona görə də biz deyirik Xəzərlər Qərbi Göytürk dövlətinin varisidirlər. Deməli, Xəzərlər hansı hadisə nəticəsində yaranıb? 7-ci yüzilliyin ortalarında Qərbi Göytürklərin süqutundan sonra və kimlərin varisi sayılır? Qərbi Göytürklərin. Tamam, bunlar dövlətlərini yaratdılar. Ardıcıllıqla paytaxtlarımız Bələncər, Səməndər və İdil şəhərləri olmuşdur. Bələncər, Səməndər, İdil, belə deyək ki, Xəzər xaqanlığının paytaxtları yadda saxlayaq. Dövlətimiz 7-ci yüzilliyin 50-ci illərində yaranıbdır. Baxaq, davam edək. Xəzərlər hansı dövlətlərlə əlaqədar olubdur, hansı ölkələrlə diplomatik, hansı ölkələrlə müharibə aparıb, bu barədə məlumat verək. İlk öncə, Xəzərlər Böyük Bulqar dövləti dağılandan sonra onların ərazilərinin böyük bir qismini ələ keçirirlər. Deməli, Böyük Bulqarlarla döyüşmələri var, bəli, Böyük Bulqarlarla vuruşublar. Daha sonra Sasanilərlə vuruşublar, bəli. Sasanilərlə Xəzərlərin böyük mübarizə dövrü var. Hətta mənbələrdə məlumat verir ki, Sasanilərin Cənub Qafqasına möhkəmlənməsinin qarşısını alan tayfalardan biri də məhz Xəzərlərdir. Davam edək. Bundan başqa Xəzərlər o dövr üçün müharibə aparıb əsasən Slavyanlarla, bunlar barədə məlumat verəcək və bir də təbii ki, Azərbaycan tarixindən də öyrəndiyimiz kimi 100 ildən çox davam eləmiş, hardasa 200 ilə yaxın bir dövrə əhatə edən Ərəb-Xəzər müharibələri, Xəzərlərin bu dövr, mövcud olduqları dövrdə müharibə apardığı ölkələrdir. Deməli, Böyük Bulqarlardan xeyli ərazi ələ keçiriblər, Sasanilərin Cənub Qafqaz Azərbaycanda möhkəmlənməsinin qarşısını alıblar, ərəblərlə 200 ilə yaxın müharibə aparıblar və həmçinin Slavyanları özünə tabe ediblər. Gələk, baxaq biz, danışaq Xəzərlərin asayiş dövrünə. Tarixə 8-9-cu əsrlər Xəzər asayişi olaraq düşür. Nəyə görə? Xəzərlər bu dövrdə Şərqi Avropa tarixində mühüm rol oynayırlar. Şərqi Avropa tarixində Xəzərlər mühüm rol oynayır və bu dövr demək olar ki, Şərqi Avropadakı bütün məsələlər Xəzərlərdən asılıdır. Çünki Slavyanlar, Şərqi Avropa xalqlarından biri olan Slavyanlar bu dövrdə Xəzərlərə tabe edilər və Xəzərlərin icazəsi ilə Slavyanlar Desna və Dnepr çayları arasındakı ərazilərə gəlirlər və Xəzər xaqanı onlara icazə verir ki, bəs bu ərazilərdə məskunlaşa bilərsiniz. Və həmçinin Şərqi Avropanın ərəblər tərəfindən ələ keçirilməsinin qarşısını o dövrdə Xəzər xaqanlığı alır. Ərəblərlə müharibə aparması nəticəsində ərəblərin Şərqi Avropaya daxil olmasının qarşısını alırlar və ona görə də 8-9-cu yüzillik dövrü Xəzərlərin asayiş dövrü adlanır Şərqi Avropa tarixində.
Xəzərlər ərəblərlə apardığı müharibələrdə bildiyimiz kimi məğlub olurlar. Azərbaycanda möhkəmlənə bilmirlər və şimala doğru geri çəkilirlər. Ancaq geri çəkilmələrinə baxmayaraq burada yaşayan şərq slavyanlarını özlərinə tabe edir və onlardan vergi tələb edə bilirlər. Baxaq Xəzərlərdə dövlət idarəçiliyinə. Xəzərlərdə hökmdar adlanır Xaqan və bir vəzifəmiz var Xaqan bəy. Nədir bunlar? Xaqan dövlətin hökmdarı başçısıdır. Bəs Xaqan bəy isə dövlətdə hökmdardan sonra olan ikinci şəxsdir. Xəzərlərdə belə bir adətən nə var? Deyir, hökmdar taxta çıxmamışdan qabaq bütün əhali, bütün tayfa belə deyək ki, birləşir. Bir belə deyək ki, tədbir həyata keçirirlər. Bəs hökmdarın boğazına bir kəmənd ip atırlar və onu sıxaraq hökmdardan neçə il hakimiyyətdə qalacağını soruşurlar. Hökmdar neçə il deyərsə, o qədər hakimiyyətdə qalmalıdır. Əgər tutalım 10 il deyibsə, 10 ildən artıq həmən hökmdar Xaqan olaraq vəzifədə dura bilməz. 10 ildən sonra həmən Xaqan artıq vəzifədən uzaqlaşdırılırdı. Bundan başqa Xaqan bəy dedik, dövlətdə hökmdardan sonra ikinci vəzifə idi və Xaqan bəyin də belə bir tədbirdən keçirirdilər. Belə ki, dövlətə sədaqət and içəndən sonra hər bir Xaqan bəy mütləq idi ki, çılpaq ayaqla odun üzərində yerisinlər. Deməli, Xaqan dövlətin başçısı Xaqan bəyi dövlətdə hökmdardan sonra ikinci şəxsimizdir. 8-9-cu yüzilliklər Xəzər asayişi dövrü haqqında geniş məlumat verdik. Davam edək Xəzərlərin baxaq sosial həyatına, biraz onların iqtisadiyyatından və mədəni həyatından danışaq. Belə ki, Xəzərlər Uyğurlar kimi şəhər mədəniyyətinə malik olublar, böyük şəhərlər salıblar və gördüyümüz kimi 3 ədəddə paytaxtı olub Bələncər, Səməndər, İdil ardıcıllıqla və Xəzərlərin o dövrdə inşa elədikləri şəhərlər həm ticarət yollarının üzərində yerləşirdi. Bundan başqa Xəzərlər ticarətdə çox yaxşı pul qazanırdılar və həmçinin işğal elədikləri əhalilərdən aldıqları vergilər sayəsində Xəzərlər çox güclü bir ordu saxlaya bilirdilər. Bundan başqa Xəzərlərdə 8-ci əsrdə yeni bir din desək, yəni türklər üçün yeni bir din, İodizm, yəni Yahudilərin dini yayılır. Yeganə bir dövlətdir ki, Yahudilərin dini olan İodizmi qəbul edibdir. Türk dövlətləri içərisində Xəzər xaqanlığı 8-ci əsrdə dövlət dini elan edir İodizmi. Baxmayaraq Xəzər xaqanlığının arasında həm xristian, həm müsəlman, həm göy tengri dininə sitayiş edənlər var idi. Ancaq biz vurğulayırıq ki, Xəzər xaqanlığında dini ayrı seçkilik olmayıb heç bir zaman. Hər bir dinin özünə aid bir məhkəməsi olub. İslam dinində qazı başçılıq edib, belə deyək, Xristian dinində məhkəmə kilsəyə həvalə olunurdu. Göytengri dinində şamana və İodizm dinində də hər kimə aiddirsə, yəqin ki, səlahiyyətli şəxs o məhkəmə işlərini rəhbərlik edirdi və heç bir dini ayrı seçkiliyə Xəzər xaqanlığında yol verilmirdi, yadda saxlayaq. Baxaq, bəs bu böyük xaqanlıq necə oldu ki, varlığını sona çatdırdı? 965-ci ildə belə ki, Kiyev knyazı Svyatoslav böyük bir ordu ilə Bələncər, Səməndər və İdil şəhərlərini tutacaq. Bundan da qabaq Xəzər xaqanlığının ilk öncə baxaq zəifləmə səbəblərini, daha sonra süqutunu vurğulayarıq. Deməli, erkən orta əsr türk dövlətlərinin zəifləməsini demək olar ki, bütün səbəblər içərisində bir oxşar cəhətimiz var. Ölkə arasında müxtəlif dinlərin yaranması. Gördüyümüz kimi Xəzərlərdə də müxtəlif dinlər var. Bəli, İodizmi dövlət dini elan edirlər. Xalq müsəlman, xristian və yaxud Göytengri dininə inanır. Və bu da əhali arasında müxtəlif dinlərin yayılması ölkənin parçalanmasına gətirib çıxarır. Bundan başqa ərəblərlə 200 ilyə qədər aparan müharibələr nəticəsində Xəzər xaqanlığı çox zəifləyir və bundan başqa ölkə daxilində belə deyək, tayfaların qaldırdıqları üsyanlar falan deyərkən artıq Xəzər xaqanlığı həddindən artıq zəifləyir. Və 965-ci ilə gəldiyimizdə Peçeneglərin ardı ilə Slavyanların başçısı olan Kiyev knyazı Svyatoslav öz ordusu ilə Səməndər şəhərini, ardı ilə İdili tutur, bütün Xəzər şəhərlərini yandırır və Xəzər xaqanlığı 965-ci ildə Kiyev knyazının hücumu nəticəsində
öz varlığını itirir. Bundan sonra Xəzər xaqanlığı barədə əslində mənbələrdə 12-ci əsrə qədər məlumatlarımız var. Ancaq artıq biz hər hansı bir qüdrətli Xəzər xaqanlığından söhbət edə bilmərik, çünki artıq o Xəzər xaqanlığı dağılmışdı. Deməli, Xəzər xaqanlığı 7-ci yüzilliyin ortalarında yaranmış, 965-də dağılmışdı. Paytaxtları Bələncər, Səməndər, İdilləri vurğuladıq. Müharibə apardığı ölkələr. Burada bizim köhnə kitablarda bunu vurğuluyurdu. Oxşar cəhətlərini də vurğulayıb, deməli hələ də var. Bizans hökmdarı, Bizans dövləti ilə Xəzər xaqanlığı arasında sıx diplomatik əlaqələr mövcud olmuşdur. Hətta yanlış xatırlamıramsa Bizans imperatoru 10-cu Leon, səhv eləmirəmsə, ya 10-cu ya 7-ci Leon Xəzər ləqəbi ilə tanınır. Belə ki, Xəzərlərlə Bizans dövləti arasında nikah diplomatiyası mövcud olmuşdur. Yəni Xəzərlər və Bizanslılar bir növ müttəfiq idilər və Xəzər xaqanının qızından olan 10-cu Leon Xəzər ləqəbi ilə tanınırdı Bizans imperatorları içərisində. Bu da bu. Xəzərlərin Bizansla diplomatik əlaqələri var? Bəli, var. Yəni Cavanşir kimi Xəzər xaqanlığı hökmdarları da Bizansla diplomatik əlaqə saxlayıblar. Keçid edək Oğuz dövləti. Oğuz Yabqu dövləti haqqında məlumat verək. Ümumiyyətlə Oğuz sözü ox sözündən meydana gəlib. Ox sözü qədim türk dilində tayfa, birlik, boy deməkdir və ox sözünün cəmlənməsi nəticəsində Oğuz sözü meydana gəlmişdir. Oğuz sözü ərəb mənbələrində Quz, belə deyək, Slavyan mənbələrində isə Türk adı ilə adlandırılırlar və Oğuzlar iki qrupa bölünürlər. Bozoxlar və Üçoxlar. Və bu iki qruplaşmadan da Oğuzlar 24 boya bölünürlər. Baxaq. Oğuzlar ümumiyyətlə kimlərdir? Onlar əvvəllər Böyük Hun dövləti tərkibində yaşayıb, daha sonra Göytürklərin tərkibində yaşamışdırlar. Göytürklərin dağılmasından sonra Uyğur xaqanlığında mövcud olublar. Uyğurların dağılmasından sonra isə artıq biraz qərbə doğru köç eləmişlər və özlərinə yeni bir dövlət yaratmışdılar. 950-ci ilə gəldiyimizdə onlar, belə deyək ki, Yenikənd şəhəri civarlarında, belə deyək, Yenisey ilə Xəzər dənizi arasındakı ərazidə yeni bir dövlət, Oğuz Yabqu dövlətinin əsasını qoyurlar. Dövlət 950-ci ildə yaranıbdır və həmən il ərzində də İslam dini dövlət dini kimi qəbul olunubdur. Oğuzlar da İslam dinini qəbul edən türklərdəndir. 950-ci ildə İslam dinini qəbul ediblər, həmçinin dövlətlərini yaradıblar. Baxaq, Oğuz dövlətinin İslam dinini qəbul eləməsi, ümumiyyətlə Oğuz türklərinin İslam dinini qəbul eləməsi nə kimi əhəmiyyətə malikdir? Belə ki, Oğuzların İslam dinini qəbul etməsi nəticəsində İslam ənənələri ilə türk dövlətçiliyi ənənələri bir-biri ilə, belə deyək, sıx əlaqə yaratmış və inkişaf eləmiş. Həmçinin İslam dini türklərin vasitəsilə daha da, belə deyək, qüdrətli bir dinə, qüdrətli bir vasitəyə çevrilmişdir. Biz türklər İslam dinini, belə deyək ki, bütün Asiyada yaymışıq. Bu İslam dininin daha da qüdrətli olması, daha geniş yayılmasının ən əsas səbəbi Oğuzlar və daha sonraki türk dövlətlərinin İslam dinini qəbul etməsi ilə bağlıdır. Davam edək. 950-ci ildə dedik Oğuz Yabqu dövləti yaranıb. Paytaxtı Yenikənd şəhəri olubdur. Və baxaq Oğuz Yabqu dövlətində vəzifələrimizə. Var Yabqu, var Subaşı, var Gülərgin, var Divan. Nədir bunlar? Yabqu dövlətin hökmdarıdır. Yadınızdaydısa biz Göytürk dövləti haqqında danışanda orada Yabqu sözünün yaxın mənasında işlədirdik və deyirik hökmdarın qardaşı ölkənin ikinci hissəsini idarə edir, qərb qanadını. Oğuz dövlətində isə Yabqu vəzifəsi hökmdara verilən bir vəzifədir. Yəni hökmdar titulunu Yabqu olaraq adlandırırlar. Adı ilə Subaşı bir çox türk dövlətlərində var və Oğuz türk dövlətində də Subaşı ordu başçısına verilən addır, ləqəbdir. Ordu başçısının ləqəbi deməyək, daha doğrusu vəzifəsidir. Davam edək. Gülərgin. Gülərginlə Xaqan bəy demək olar ki, oxşardır. Çünki hökmdarın köməkçisinə Oğuz Yabqu dövlətində Gülərgin deyirik.
Xaqan bəy Xəzər xaqanlığında Oğuz Yapğı dövlətində isə Gülərgin vəzifəsi üçün oxşar cəhət hər ikisi hökmdardan sonra belə deyək ki, ikinci şəxs olmasalar da, diqqətli olaq, hər ikisi də hökmdarın köməkçisi sayılırlar. Divan isə məşvərətçi orqandır. Məşvərətçi orqan nədir? Yəni divan toplanır bir məclis. Divan deyiləndə burada artıq məclisi nəzərdə tuturlar, Ağsaqqallar Şurasını və bu Ağsaqqallar Şurasının yalnız məşvərət, yəni hökmdara, Yapqıya yalnız məsləhət vermək hüququ var. Hər hansısa bir qanun, qərar qəbul edə bilərlər? Xeyr, sadəcə olaraq Yapqıya məsləhət verə bilərlər. Yəni məşvərət edə bilərlər. Davam edək. Oğuz Yapğı dövləti bəs necə olacaq, tarix səhnəsindən silinəcək? 1000-ci il. İl rahat ildir. 1000-ci ildə Oğuz Yapğı dövlətinin üzərinə biz deyək Qıpçaq tayfaları hücum edir. Belə ki, Oğuz dövlətinin zəifləməsinin səbəbi bir, hakimiyyət uğrunda mübarizələr, Oğuz taxtını ələ keçirmək uğrunda hakimiyyət uğrunda mübarizələr gedirdi və həmçinin Oğuz dövləti daxilində feodallar arasında müharibə var idi və bu kimi səbəblər Oğuz Yapğı dövlətini zəiflədir və 1000-ci ilə qədər gələn bir dövrdə Qıpçaq türkləri ki var, Oğuzların üzərinə həddindən artıq hücumlar edirlər və bu hücumlar nəticəsində Oğuz Yapğı dövləti həddindən artıq zəifləyir və 1000-ci ildə Qıpçaqların sonuncu zərbəsi ilə də Oğuz Yapğı dövləti tarixin tozlu səhifələrinə qarışır. Davam edək Qaraxanlılarla. Qarluqların varisi. Qarluqlar kimdir? Qarluqlar adını biz yadımızdadsa Uyğur dövlətində də eşitmişdik. 744-də Qarluq, Basmıl və demişdik Uyğurlar üsyan qaldıraraq 2-ci Göytürk dövlətinin varlığına son qoymuşdular. Və yenə gəlirik Qarluqlardan danışmağa. Qarluqlar Aşina nəslindəndirlər. Diqqət, bu Aşina nəslini bir də tam şəkildə vurğulayaq. Aşina Göytürklərin hökmdar sülaləsinə verilən addır. Göytürklər hansı sülalədən olublar? Aşina sülaləsindən. Və həmçinin Xəzərlər də Aşina sülaləsindən olub və bundan başqa biz deyirik, Qaraxanlı dövlətində də dövlətin qurucuları olan Qarluq tayfaları Aşina sülaləsindən idilər. Yadda saxlayaq. Göytürklər, Xəzərlər və həmçinin Qarluqlar Aşina nəslindən olubdular. Davam edək. Baxaq, nədən danışa bilərik bundan başqa? Davam edək biz danışmağa. Qarluqların, bəli, danışırdıq kim olmaları barədə. Qarluqlar barədə 744-də məlumat əldə etmişik. Bundan başqa onlar ümumiyyətlə erkən orta əsrlərdə, hətta erkən orta əsrlərdən də qabaq ən qədim dövrlərdə Mərkəzi Asiyada bir xaqanlıq qurmuşdular. Qarluq xaqanlığı. Daha sonra onların xaqanlığı dağılır. Bəs Qarluqlara Qarluq adını verən kimdir? Bizim bildiyimiz kimi Qarluqlar bildiyimiz kimi deyərkən, yəni yəqin ki eşitmiş olarsınız, Oğuznamə deyilən bir əsər var və həmən əsərdə Oğuzların müqəddəs başçısı, yəni biz türklərin ən qədim və əfsanəvi hökmdarı olan Alper Tonqadan bəhs olunur. Alper Tonqa Turanın ilk hökmdarıdır, yəni bütün türklərin hökmdarı olmuşdur və həmçinin Alper Tonqanı ərəb mənbələrində Əfrasiyab adı ilə də bizə təqdim edirlər. Yəni Alper Tonqa və yaxud da Əfrasiyab, ikisi də yeni bir şeydir. Qədim türklər Alper Tonqa deyir, ərəblər isə onu Əfrasiyab deyir. Və Qarluqlar özlərini kimlərin varisi sayırlar? Əfrasiyabın. Yəni onlar deyirlər ki, biz Əfrasiyabın nəvələriyik, Əfrasiyabın nəslindən gəlmişik. Davam. Aşina sülaləsindənlər və Əfrasiyabın varisi olduqlarını özlərini iddia edirlər. Bundan başqa Qarluqlar haqqında bir mənbəmiz var. Mənbədə məlumat verilir ki, bəs bir gün Oğuzların hökmdarı Oğuz xaqan bəs Qur dağlarını aşarkən qışın keçməsini gözləyir. Qış keçdikdən sonra yaz fəsli gələrkən öz ordusunda siyahıya alma keçirir. Görüm əskərlərdən nə qədər itki var, nə qədər sağ qalıb. Bəs burada bəzi tayfalar, bir tayfa ki var, onun üzvləri çıxmır. Ordudan heç bir əsər əlamət qalmayıb həmən tayfanın və bir neçə gün sonra məlumat gəlir ki, bəs həmən tayfalar dağdan enibdilər. Həmən tayfanın nümayəndələri gəlir Oğuz xaqanının qarşısına çıxır, yəni Əfrasiyabın və ona bildirirlər ki, bəs biz dağda qış zamanı çox itkilər verdik, öz dəvələrimizi, atlarımızı itirdik və məcbur piyada gəldik sizin arxanızca və həmən o qara görə biz çox gecikdik.
Ona görə də bir neçə gün biznesin arasında məsafə yaranmışdı. Və bundan sonra Əfrasiyab bəs qərar verir ki, bu tayfanın adı Qarlıq olsun. Qardan götürərək onları Qarlıqlar və yaxud Qarluqlar olaraq adlandırırlar. Bu mənbənlə birlikdə davam edək. Qarluqlar deməli Aşinan sülaləsindəndir. Əfrasiyabın soyundan gəldiklərini iddia edirlər və Qarluqlar daha sonra bizim bildiyimiz kimi 840-cı ildə yeni bir dövlət Qaraxanlı dövlətinin əsasını qoyacaqlar. Qaraxanlı dövlətinin əsasını qoyan Qutluq Bilgə Qədir xan olub. Diqqət! Qutluq xan 2-ci Göytük dövlətinin hökmdarı. Qutluq Bilgə Kül Xaqan Uyğur dövlətinin hökmdarı. Qutluq Bilgə Qədir xan Qaraxanlı dövlətinin qurucusu. Diqqətli olaq. Qutluq Bilgə Qədir xan deməli neynədir? Bilgə Qədir xan 840-cı ildə yeni bir dövlət olan Qaraxanlı dövlətinin əsasını qoydu. Bəs diqqət, Qarluq deyirik, Əfrasiyab deyirik. Bu dövlətin adı necə olur? Qaraxanlı olur. Qutluq Bilgə Qədir xan Qaraxan titulunu qəbul edir. Qaraxan. Və türk dilində qara sözü yalnız rəng bildirmir. Qara sözünün qədim türk dilində həmçinin mənası böyük, güclü deməkdir. Böyük xan deməkdir. Və Qutluq Bilgə Qədir xan özünü Qaraxan, yəni böyük xan adlandırırdı və dövlətin də adı onun götürdüyü ləqəbdən olaraq Qaraxanlı adı ilə tarixədə düşmüşdür. Həmçinin sülalənin də adı daha sonradan Qaraxanlı sülaləsi olaraq düşür. Yəni bu dövlətimizin belə deyək, qurucuları Qarluq tayfalardır, Aşina nəslindəndirlər, Əfrasiyabın varisidirlər, ancaq qurucusu özünü Qaraxan adlandırıb, Böyük xan adlandırıb deyə dövlət tarixi Qaraxanlılar olaraq düşübdür. Bundan başqa dövlətdən ərəb mənbələrində Əfrasiyab dövləti olaraq da bəhs olunur. Yəni həm Qaraxanlı dövləti və yaxud Əfrasiyab dövləti olaraq da tarixdə keçir. Davam edək. 840-da bu dövlət qurulur. Bəs bunlar haqqında başqa biz nə bilirik? Bu dövlətin də 3 paytaxtı olub. Kaşgar, Balasaqun, Uzqen. Mən bu lövhəyə yerləşmədiyi qısa yazıram. Kaşgar, Balasaqun, Uzqen şəhərləri məhz Qaraxanlı dövlətinin paytaxtı olub və Qaraxanlılar da Xəzərlər və Uyğurlar kimi şəhər mədəniyyətinə malik olmuş türk dövlətlərindən biridir. Davam edək. Qaraxanlı dövlətinin hökmdarlarından danışaq. Satuq Buğraxandan. Satuq Buğraxan kimdir? Satuq Buğraxan 932-ci ildə İslam dinini qəbul edir. Və biz deyirik, İslam dinini ilk dəfə qəbul edən türk dövləti hansıdır? Qaraxanlı türk dövləti. 932-ci ildə Satuq Buğraxan İslam dinini qəbul edir. Tamam. 942-ci il. Satuq Buğraxan bu zaman Xaqan titulunu qəbul edir. Və beləliklə Qaraxanlı dövləti gün keçdikcə Satuq Buğraxanın dövründə qüvvətlənir. İslam dini qəbul olundu mu? Və İslam dini qəbul edən ilk dövlətlərdən biri Qaraxanlılar oldu. Və Qaraxanlılar dövlətində ilk dəfə Quranın təfsiri yazılır. Təfsir. Təfsir nədir? Təfsir şərh etmək deməkdir ərəb dilində, yəni izah vermək deməkdir. Və ilk dəfə Quranın türk dilində açıqlamasını yazanlar məhz Qaraxanlı dövləti olmuşdur. Bundan başqa Qara Yusif Uzun Həsən də Azərbaycan tarixində keçəndə vurğulayacaq. Quran-ı Kərimin türk dilində tərcümə etdirilmişdir. Ancaq ilk dəfə Quran-ı Kərimin türk dilində təfsirini, yəni izahını yazdıran hansı dövlət olub? Qaraxanlı dövləti. Davam edək. Qaraxanlı dövlətinin ən böyük rəqiblərindən biri Samanilər dövləti olmuşdur və 999-cu ildə Samanilər dövlətini məğlub etməkdən ötəri Qaraxanilər Qəznəvilərlə ittifaq bağlayır və hər ikisi birlikdə Samanilər dövlətinin ərazisinə daxil olurlar. Samaniləri məğlub edirlər və Samani dövlətini məğlub edəndən sonra 999-cu ildə bu dövlətin ərazisi, Samanilərin ərazisi iki dövlət arasında bölüşdürülür. Bölüşdürülməyə görə belə deyək, Samani dövlətinin Balxaş gölündən deyək biz Balxaş gölündən hardasa Hindquş dağlarına, Qaraqorum dağlarına qədər olan ərazisi Qaraxanlı dövlətinin əlinə keçir. Deməli, Balxaş gölündən Hindquş və Qaraqorum dağlarına qədər olan ərazi
Nə nəticəsində Qaraxanlı dövlətinə birləşdirilib? 999 Samani dövlətinin bölüşdürülməsi nəticəsində. Tamam. Samani dövləti bölüşdürüldü, Qaraxanlı dövləti daha da geniş ərazilər əldə elədi və bunu əldə edərkən Qəznəvi dövləti ilə ittifaqdaydılar. Davam elədik. Qaraxanlı dövləti zaman keçir, dövlətimiz zəifləyir. Hardasa 13-cü yüzilliyin 13-cü yüzillik deməyək, birinci deyək, iki yerə bölünməsindən danışaq. Daha sonra zəifləməsindən danışaq. 1042. 1042-ci ilə gəldiyimizdə Qaraxanlı dövləti iki hissəyə parçalanır. Qərbi və Şərqi Qaraxanlılar. Eyni ilə Göyçək dövlətində olduğu kimi. Və bu iki yerə parçalanmış dövlət daha sonra 12-ci yüzilliyin birinci yarısında belə deyək, Şərq hissəsi Qarakitay tayfaları tərəfindən, Qərb hissəsi isə 1212-ci ildə Xarəzmşahlar dövləti tərəfindən tutularaq varlığına son qoyulmuşdur. Qaraxanlı dövləti deməli iki hissəyə bölünüb, bəli, Göytürklərindən oxşar cəhət 1042-ci il Qərbi Şərqi Qaraxanlılar. Şərqi Qaraxanlıların varlığına kim son qoyub? Qarakitay tayfaları. Qərbi Qaraxanlı dövlətinin varlığına neçənci ildə kim tərəfindən son qoyulub? 1212-ci il Xarəzmşah dövləti tərəfindən. Beləliklə Qaraxanlının da keçdik, irəliləyək Qəznəlilərə. Qulam nədir? Qulam ümumiyyətlə ərəblərin işğalı ki başlayır, ərəb xəlifəsi işğallar edir. Abbasi xilafətinin dövründə də Mərkəzi Asiya işğal olunur və Mərkəzi Asiyanın işğalı başa çatdıqdan sonra ərəblər və bundan başqa digər müsəlman dövlətləri öz ordularında türk sərkərdələrinə yer verməyə başlayırlar və bu türk sərkərdələrdə bir çox zaman əsir düşmüş şəxslərdən olurdu və bu əsir düşmüş şəxslər qulam adlandırılırdı. Həmən bu qulamlar kölə, nökər deməkdir qulam sözünün mənası, türk sərkərdələri idi və onlar ordulara rəhbərlik edirdilər. Və 9-cu əsrdə ərəblərin ordusunda, Fars dövlətlərinin ordularında və həmçinin Samanilər dövlətində qulamlar çox mühüm, belə deyək ki, vəzifəyə, çox mühüm önəmə malik idilər. Və bildiyimiz kimi Samanilər dövləti 999-da iki hissəyə parçalandı, düzdürmü? Bunun iki yerə parçalanmamışdan əvvəl dövlətin zəifləməsinin səbəbləri nədir? Samanilər dövlətində hakimiyyət uğrunda mübarizələr başlayır və mübarizəni də aparanlar sizcə kimlərdir? Qulamlar. Həmən bu qulamlar hakimiyyəti ələ keçirmək, hökmdar olmaq üstündə bir-birləri ilə vuruşur və bu mübarizə aparanlardan biri də məhz Alp Təkindir. Alp Təkindir. Samanilər dövlətinə xidmət eləmiş bir belə deyək, sərkərdədir, qulamdır. Lakin görür ki, Samanilər dövlətində hökmdar hakimiyyətini ələ keçirə bilməyəcək və öz ətrafına tayfasını toparlayır. 962-ci ildə köç edir Qəznə şəhərinə və 962-ci ildə Qəznə şəhərində yeni bir dövlət, Qəznəli dövlətini yaradır. Deməli, Qəznəli dövləti neçənci ildə yaradılıb? 962 kim tərəfindən? Alp Təkin tərəfindən kim idi? Qulam idi. Samani dövlətinin hakimiyyəti ələ keçirmək istəmiş, ancaq bacara bilməmiş. Daha sonra Əfqanistana gedərək burada nə etmiş? Qəznəli dövlətini yaratmışdır. Burada bir şey xatirimə düşdü, bunu da vurğulayım. Hər iki dövlət haqqında. Bir Xəzər xaqanlığı, bir də Qəznəli dövləti arasında eyni bir hadisə var, oxşar bir hadisə. Nədir? Qəznəlilər, Qəznə şəhəri Əfqanistanda yerləşir. Və Alp Təkin gəlməmişdən qabaqda Əfqanistanda türklər zaten var idi. Alp Təkin gələndən sonra sadəcə olaraq Əfqanistanda türklərin gəlişi daha da çoxalır. Eyni bir hadisə 198-ci il Cənubi Qafqaza, belə deyək, Azərbaycana gələn Sabir, Bulqar, belə deyək ki, Basil tayfalarına da aiddir. Belə ki, bunlar gələnə qədər belə baxaq. Xalqların böyük köçü yadımızdadır 4-7-ci yüzilliklər. Xalqların böyük köçü sayəsində Hun, Slavyan, Alan, Qot tayfaları köçdə iştirak edirdilər. Sizə deyilsə ki, Xəzərlər, Sabirlər və yaxud Barsil tayfaları xalqların böyük köçü zamanı gəlib Qafqazda məskunlaşıblar. Bu yanlışdır. Onlar xalqların böyük köçündən də qabaq, zaten burada görürük 198, 2-ci, 3-cü yüzilliklər. Bu dövrlərdə artıq gəlib Qafqazda məskunlaşmışdılar. Xalqların böyük köçü 4-cü əsrdə başlayır, 4-cü yüzillikdə. Və xalqların böyük köçündə nə Xəzər, nə belə deyək, Barsil tayfaları və yaxud da Sabir türkləri iştirak
etməyibdi, diqqətli olaq. Və eyni ilə Qəznəlilər gələnə qədər sizə desələr ki, Əfqanistanda türklər yaşamırdı, yanlış. Zaten Əfqanistanda türklər var idi. Sadəcə olaraq Aptəkinin gəlməsi ilə birlikdə Qəznə şəhrinin paytaxt seçilməsi, Əfqanistanın Qəznəli dövlətinin mərkəzinə çevrilməsi bura türklərin daha da çox gəlməsinə gətirib çıxarır. Davam edək. Qəznəli dövləti 962-ci ildə quruldu. Aptəkin tərəfindən ən görkəmli hökmdarı 998-1030'larda hakimiyyətdə olmuş Mahmud Qəznəlidir. Mahmud Qəznəli haqqında Azərbaycan tarixində eşitmişik və indi gəlin özü haqqında məlumat verək. Mahmud Qəznəli 999'da Samani dövlətinin bölüşdürülməsində iştirak eləmiş, Qaraxanlı hökmdarı ilə birlikdə Samani dövlətinin varlığına son qoymuş və Mahmud Qəznəli bunun nəticəsində Xorasan, Xarəzm, Sistan və həmçinin vurğulayaq burada Xorasan, Xarəzm, Sistan və bir də Əfqanistan. Bu əraziləri ələ keçirmiş. Bəs deyirik dövlət Əfqanistanda yaranır. Təbii ki, Əfqanistanda yaranır. Ancaq bir məsələ var axı. Bütün Əfqanistan aid deyil axı Qəznəlilərə. 999-cu ildə Samanilərin bölüşdürülməsi nəticəsində Mahmud Qəznəli Xorasan, Xarəzm, Sistan və Əfqanistanın bütün hissələrini ələ keçirir. Və beləliklə Qəznəli dövləti daha da böyüyür. Qəznəli Mahmudun əsas məqsədi Hindistanı ələ keçirməkdir. Və Hindistanı ələ keçirməkdən ötəri Hindistana dəfələrlə yürüşlər edir. Və bu yürüşlər nəticəsində Hindistanın şimal-qərbini ələ keçirir. Hindistanın şimal-qərbini ələ keçirən hökmdarımız Mahmud Qəznəli. Və diqqət, Axund hökmdarı Mihraqulu ilə Mahmud Qəznəli arasında oxşayacaq. Hər ikisi şimal-qərbi Hindistanı ələ keçirmiş, Hindistana yürüşlər etmişdir. Baxaq, Hindistanda Mahmud Qəznəlinin əldə elədiyi qələbələr bütün türk dövlətlərində belə deyək, böyük bir həyəcan meydana gətirmiş. İslam dünyasında böyük bir sevinclə qarşılanmış və Abbasi xəlifəsi Mahmud Qəznəliyə sultan titulu vermişdir. Sual verilir. Türk İslam dövlətləri içərisində ilk dəfə sultan titulunu qəbul edən hökmdar kimdir? Mahmud Qəznəli. Və biz artıq onu nə adlandıracağıq? Sultan Mahmud Qəznəli. Artıq Hindistanın işğalından sonra Sultan Mahmud Qəznəli haqqında danışırıq. Sultan Mahmud Qəznəli daha sonralar ömrünün axırlarına yaxın Qərbi İranı ələ keçirmiş. Belə ki, Rey, İsfahan şəhərlərini tutmuş və Qərbi İranı belə deyək ki, ələ keçirmişdir. Həmçinin Həmədanı da əlavə edə bilərik bura. Rey, İsfahan, Həmədan, yəni Qərbi İran ərazilərini ələ keçirərək ərazini daha da genişləndirmiş və ölümünə yaxın Xorasanda Səlcuqların yerləşmələrinə, yaşamalarına icazə vermişdir. Bildiyimiz kimi 1028-ci ildə məhz Xorasanda Səlcuqların qiyamı var. Azərbaycan tarixindən bilirik və Səlcuqların o qaldırdığı üsyanı Mahmud Qəznəli qanlı yolla bastırmış və Oğuz türkləri, Səlcuqların 2000-ə yaxın ailəsi bildiyimiz kimi Rəvadilər dövlətinin ərazisinə köç etmişdirlər. Davam. Bunu da bildik. 1030 Sultan Mahmud Qəznəli dünyasını dəyişir. Hakimiyyətə oğlu Sultan Məsud gəlir. Sultan Məsudun dövründə Qəznəli dövləti zəifləyir. Belə ki, 1040-cı il Dəndənəkan döyüşü nəticəsində Səlcuqlular Sultan Məsud Qəznəlinin ordusunu tamamilə məğlub edirlər və bu döyüş nəticəsində Mərkəzi Asiyada Səlcuqlular qüvvətlənir və Qəznəlilər Mərkəzi Asiyada böyük ərazilər itirirlər və artıq şərqə doğru geriləyirlər. Sultan Məsuddan sonra hakimiyyətə gələnlər də dövləti çox qoruyub saxlaya bilmir. Belə ki, 12-ci yüzillikdə böyük bir düşmənlə qarşılaşırlar Qəznəlilər. Qurlu tayfaları. Qarluk yox. Qurlu tayfaları. Bunlar artıq fərqli tayfalardır. Yadda saxlayaq. Bu Qurlu tayfaları Qəznəlilər şəhərini ələ keçirirlər. Qəznə şəhəri düşəndən sonra Qəznəli dövlətinin paytaxtı məcbur Lahor şəhərinə, yəni şimali-qərbi Hindistana köçürülür. Artıq Qəznəli dövlətinin ərazisi yalnız şimal-qərbi Hindistandan ibarət idi və 1187-ci ildə də Qurlu tayfalarının sonuncu hücumu və Lahorun tutulması ilə birlikdə Qəznəli dövləti də tarixin tozlu səhifələrinə qarışır və varlığına son qoyulur. Baxası olsaq, həm Qaraxani, həm Qəznəli dövləti. İkisi də İslam dinini qəbul etmiş türk dövlətləridir
və həmçinin Oğuz Yapğı dövlətində bu sıraya aid edə bilərik. Bundan başqa baxası olsaq, Qarağanı Qəznəlilərdə oxşar bir hadisə var. İslam dinini qəbul edəndən sonra türklər artıq köçəri həyat tərzini buraxırlar və yavaş-yavaş oturaq həyat tərzinə keçirlər. Belə ki, şəhər mədəniyyətləri gördük ki, sonunda danışdığımız ölkələrin hər biri şəhər mədəniyyətinə malik olublar və oturaq həyat tərzi biz türklərə bildiyimiz kimi yad bir şeydir. Artıq İslam dinini qəbul etdikdən sonra bizim insanlar oturaq həyat tərzinə keçirlər. Bundan başqa şifahi xalq ədəbiyyatı yerini yazılı ədəbiyyata verir və yazılı ədəbiyyatda da türk dilini, türk əlifbasını artıq ərəb qrafikalı əlifba sıxışdırır və beləliklə artıq istər mədəniyyətimizdə, istər memarlığımızda, istər həyat tərzimizdə İslam dini bizə həddindən artıq təsir göstərir. Və beləliklə ümumiləşdirdik, türk dövlətlərimiz yekunlaşdı, türk dövlətləri tarixini bitirdik. Ümid edirəm ki, sizin üçün də belə deyim, kömək oldu, yaxşı izah oldu. Ümid edirəm başa düşə bildiniz. Növbəti dərs saatlarımızda görüşənə qədər bu qədər. Sağ olun, salamat qalın.